Real Madrid komandaya gətirmək istədiyi Trent Alexander-Arnold'a görə Liverpoola 5 milyon avro ödəməli olacaq. Belə ki, Trent'in Liverpoolla müqaviləsi iyunun 30-da başa çatır və qırmızılar məhz bu müddətə qədər Trent'i heyətdə saxlamaq istəyirlər. Real Madrid isə Trent Alexander-Arnold'un artıq klublar arası dünya çempionatında komandada olmasını istəyir və bunun üçün, yəni Liverpool'u razı salmaq üçün Real Madrid 5 milyon avro ödəməyə hazırdır. Daha əvvəl bildirilirdi ki, Kral klubu bunun üçün 1 milyon avro təklif edib, amma görünür Liverpool bununla razılaşmayıb və Real dəyəri bir qədər qaldıraraq 5 milyon avro ödəməyə hazır olduğunu Liverpool'un diqqətinə çatdırıb. Görək hadisələr necə cərəyan edəcək. Bir şey dəqiqdir ki, Trent Alexander-Arnold Real Madrid'ə mütləq qoşulacaq. Sadəcə geci tezi var. 15 gün tez, 15 gün gec, bunun heç bir önəmi yoxdur. Əsas odur ki, bu futbolçu növbəti mövsümdən etibarən Real Madrid'in bəyaz formasını geyinəcək və Kral klubunun uğurları üçün çalışacaq. Siz necə fikirləşirsiniz? Dünya çempionatına qədər Trent'i komandaya gətirmək mümkün olacaqmı? Yoxsa Liverpool bu baxımdan prinsipə gedərək düz iyunun 30-una dək Trent'i komandada saxlayacaq? Fikirlərinizi şərh bölməsində yazın və təbii ki, Alexander-Arnold'un Real Madrid'də uğurlu olub olmayacağı barədə də öz təxminlərinizi mənimlə bölüşə bilərsiniz.